belə bir mif var ki, riyaziyyat dahi uşaqlar üçündür və yaxud da ki, riyaziyyatda uğurlu olmaq üçün mütləq bir genetik faktor olmalıdır, ailədən gələn bir dəstək olmalıdır falan. Tamamilə yanlışdır. Riyaziyyatda genetik faktorların rolu var, bəli. Amma 20%, maksimum 30%. Qalan 70% sadəcə sənin çalışmağın, səbrin nəticəsində olur. Riyaziyyat bacarıq tələb eləmir, təcrübə tələb eləyir. Çalışmaq tələb eləyir. Qələmi əlinə alırsan, 5 dəfə eləyirsən bir misalı. Çətin gəlir. 10 dəfə eləyirsən, tanış gəlir. 20 dəfə eləyirsən, asan gəlir. Unutmayın, riyaziyyat çətin deyil. Sadəcə başa düşəcəyin dildə izah olunmalıdır. O insanı tapmalısan, ya özün oturub oxumalısan. Təcrübə toplayanda, misalları elədikcə, zaman sərf elədikcə, davamlı şəkildə bunu etdikcə hər şey dəyişəcək və riyaziyyatda necə də yüksək nəticələr əldə edə biləcəyinizi görəcəksiniz.